Salam əziz izləyicilərim, bugünkü videoda düşündüyünüz insan 8 mart günü sizin barənizdə nə fikirləşəcək, ümumiyyətcə fikirləşəcəkmi ya yox ona baxacağıq və ikinci nöqtə olaraq da nə fikirləşir. Fikirləşmirsə də ki, niyə fikirləşmir? Yəni ümumiyyətcə niyə bu sizə qarşı umursamazlığı yaranır? Deməli, 3 variant olacaq. 3 variantdan birini seçirsiniz. Həmişəki kimi bu sizin intuisiyanıza dayanıqlı bir açılımdır. Yəni sizin seçiminiz çox vacibdir. Deməli, dediyim kimi 3 variantdır. Həmçində qeyd etmək istəyirəm ki, deməli siz şəxsi açılım istəyirsinizsə Instagram üzərindən yazırsınız. Çünki bu baxımlar, açılımlar ümumidir. Və qeyd etmək istəyirəm ki, bürclər üzərindən proqnozlar Telegram kanalım üzərindən çıxacaq. Əgər maraqlıdırsa, ora abunə ola bilərsiniz. Deməli, bu birinci variantdır. Bu ikinci variantdır. Bu üçüncü variantdır. Seçiminizi edirsiniz. Əgər daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxmağa. Mən isə çox gözləmək istəmirəm. Birinci variantdan başlayıram. Deməli. Deməli, birinci variantı seçən insanlar üçün burada bu insan sizin barənizdə çox fikirləşəcək. Yəni, burada həddən artıq çox fikirləşməyə çıxır və həmçinin bu insanın sizinlə bağlı çox böyük qərarsızlığı və tərəddüdü çıxır. Həmçində diqqətli olun, burada onun fikrinə və həmçinin onun sizə qarşı münasibətinə başqa insanlar müdaxilə edir. Yəni, belə şeylərə diqqət yetirin. Bu insanın sizə qarşı fikri çoxdur və fikirləri biraz, necə deyərlər, bir-birinə zid fikirlərdir. Yəni, gah bu insan sizin barənizdə yaxşı fikirləşir, gah o fikri anidən dəyişir başqa fikrə. Yəni, bu insanın biraz özü ilə bağlı problemləri ola bilər ya da sizi necə bir insan kimi gördüyü ilə bağlı da ola bilər bu. Yəni, sizi tam başa düşməməyi ilə də bağlı ola bilər. Və həmçinin dediyim kimi, bu insan kimdənsə tövsiyə alanda belə, bu insan çox da yaxşı bir şey almır. Yəni, deyək ki, o bir insandan sizinlə bağlı soruşanda, sual verəndə, sizin barənizdə bir məsləhət alanda ya da xəbər istəyəndə almağa heç də yaxşı xəbərlər ya da yaxşı bir danışıq almır o insanlardan. Və həmçində qeyd etmək istəyirəm ki, bu insan deməli, ya bu insan sizə xəyanət edə bilər, ya da ki, sizin ona xəyanət etdiyinizi düşünə bilər. Yəni, siz öz durumunuza görə baxın. Çünki burada ilişkidə və ümumiyyətcə kommunikasiyada xəyanətkarlıq var. Bu həmçinin əgər siz dostsunuzsa da ona da keçərlidir. Yəni, bu insan fikirləşə bilər ki, xəyanətkar insandır, yəni belimə bıçaq sancılaya bilər. Yəni, biraz xəyanət burada var və bu insanın ya özü ilə bağlıdır, ya o sizə xəyanət edir, onu fikirləşə bilər, əgər ilişkidirsə. Ya da ki, siz ona. Və burada bu insanın bununla bağlı problemləri var, narahatçılığı var və bu insan güvən açısından, yəni bir insan özü də xəyanət edəndə başqa bir insana güvənmir. Çünki hesab edir ki, başqa insanlar da ona eyni şeyi edə bilər. Yəni, ona görə bu insanda bununla bağlı, güvənlə bağlı problemləri var və dediyim kimi, kimdənsə xəbər almaq istəyəndə sizinlə bağlı, onunla bağlı da problemlər alır. Burada həmçinin deməli, onun depressiyadan, yəni emosional depressiyadan maddi çıxılmaz bir vəziyyətə də düşdüyü çıxır. Yəni, bu insanın emosional hansısa problemləri onun maddiyatına da və özünü necə təqdim etməyi ilə bağlı da problemlər çıxır. Deməli, emosional çıxılmaz bir vəziyyətdə olduğuna görə fiziki olaraq da özünü yazıq kimi görsədə bilər və həmçinin belə bir yəni belə bir görünüşü yarana bilər. İnsanlar onu hiss eləyə bilər ki, biraz yazıq kimi qalır. Yəni, belə bir şey ola bilər. İkinci varianta keçid etmək istəyirəm. İkinci variantda nə çıxır?
Bəli, bu insan sizin barənizdə fikirləşəcək bu müddətdə və fikirləşir də. Bu insanın deməli sizinlə bağlı deməli nəyisə qoyub, nəyəsə təzə bir şeyə yola çıxmağa çıxır. Yəni bu həm sizinlə birlikdə harasa birlikdə getmək ola bilər, ağlında tutur. Həmçində bu qlobal ola bilər ki, bu insan deməli sizin ilişkidə bir nöqtəni artıq qoyub başqa bir nöqtəyə yönəlməyini fikirləşə bilər. Amma bu fərqli cütlüklərdə fərqli olacaq. Əgər sizin ilişkiniz misal üçün pis idisə, o deməli daha çox barışığı istəyə bilər. Daha çox yəni yaxşı olsun danışığımız, düşmançılıq olmasın, problemlər olmasın. Əgər ilişkidə hər şey yaxşıdırsa, bu insan daha ciddi bir şey fikirləşə bilər. Yaxşı, daha da çox irələtməyi düşünə bilər. Sizin bir-birinizlə olan kommunikasiyanı, ilişkini və həmçində burada deməli bu insan sizin barənizdə fikirləşir, amma burada deməli o periodda da fikirləşəcək. Deməli burada yeganə bir problem odur ki, bu insanın ya istədiyi şey, yəni bir nöqtəni qoyub başqa bir nöqtəyə keçidi ilə bağlı problemlər yarana bilər. Yəni onun istədiyi kimi olmaya bilər və bununla bağlı problemlər yaşaya bilərsiniz. Yəni sizin sözünüz çəp gələ bilər. Həmçində bu əgər misal üçün distansiyadasınızsa, bu insan başqa yerlərə gedib gəlməlidirsə, sizinlə bağlı sizə gəlişi ya da ki sizinlə görüşü problemli ola bilər, ona narahatçılıq yarada bilər və həmçində qaçının bir-birinizə biraz kobud danışmaqdan qaçının. Yəni bu da yəni deyək ki, bu periodda hər şey yaxşı keçir, amma sonrasında ya da o periodun gecə vaxtlarında bir problem yaşana bilər. Ona görə diqqətli olursunuz və həmçinin də deməli sizin onunla görüşü ona çox böyük necə deyirlər, motivasiya verir, onu çox sevindirir, onu çox necə deyirlər, emosional olaraq elə ruhlandırır ki, bu insan maddi olaraq da çox şey etmək istəyir. Yəni siz onun motivasiya qaynağısınız. Sizi görəndə, sizinlə bağlı nəyisə eşidəndə bu insan ruhən də belə qalxır və başlayır daha da çox işini ya da olan qarşısında olan məsələləri yaxşı etməyə, yaxşı görməyə. Həmçində bu perioda da aiddir. Yəni 8 mart ərəfəsində bu insan bunu hiss edəcək daha da çox, bu həmin şeyləri daha da çox başa düşəcək. Deməli, üçüncü varianta keçid etmək istəyirəm. Deməli, üçüncü variantda bu insan sizin barənizdə fikirləşməyəcək 8 mart ərəfəsində və artıq bu insan deməli fikirləşməməyə qərar verib indidən, yəni artıq. Bu insanın deməli özündə çox böyük problemləri var və bu problemlər onun dediyim kimi yəni sizinlə fikirləşməməyin səbəbi kimidir bu və bu insanın sizinlə bağlı heç bir fikrinin olmaması ya da fikrinin olmayacağı bu ərəfədə onun öz problemləri ilə bağlıdır və burada həmçinin səhlənkarlıq var, umursamazlıq var, yəni onun öz həyatında baş verən hansısa proseslərin, yəni negativ proseslərin onun səhlənkarlığı ucbatından baş verdiyini bu insan görəcək və həmçinin də bu insanın duyğusal və şəxsi həyatından da problemlər var. Yəni burada siz necə onun umduğu, onun istədiyi çıxmır, istədiyi də çıxmayanda ümumiyyətcə hesab edir ki, əşi sevgidən ya da başqa insanlara güvəndən heç bir yaxşı bir şey çıxmır. Yəni bu insan bunu fikirləşir ki, əşi güvənsəm də nə, sevsəm də nə, heç nə bir şey, yəni amma düşünmür ki bu insan, yəni əsas bir səbəb sən özünsən, sənin səhlənkarlığın, sənin çox şey fikirləşməməyin, görməməyin. Yəni bu insan burada çox şey görmür, heç görmək də istəmir və bu insanın həm emosional, həm də fiziki xəstəliyi ola bilər bu periodda və həmçinin istədiyini almamağı ilə bağlı çox şey bitirmə nöqtəsinə gələ bilər bu insan. Yəni bu insan həm hansısa ilişkiləri bitirmək istəyinə gələ bilər, həm də ki bu istək daha da kökləşə bilər bu insanda. Yəni
belə əmin artıq ola bilər də. Yəni əgər əvvəlcədən əmin deyildisə, indidən artıq əmin olur ki, düz qərar vermişəm. Həmçinin bu insanın çox şeyi anidən bitirmə kimi bir duyğusu da yarana bilər ki, anidən nəyisə bitirim, nəyisə qoyum. Burada bu insanın öz itkiləri də ola bilər, yəni özündən asılı olmayan da itkilər ola bilər. Hansında ki, o istəməyə də bilər, amma o qutaracaq, bitəcək. Yəni bu ani baş verəcək. Çünki fərqli insanlarda biraz dəyişəcək bu situasiya. Kimdəsə itki öz istəyi ilə olacaq ki, artıq nöqtə qoyum, kəsim, qutarım bu ilişki ilə ya da bu məsələlərlə, hansı ki məni narahat edir ya da hansısa yerlərlə. Həmçində bu insanın özündən asılı olmayan, qərarından asılı olmayan şeylər də ola bilər, hansı ki onun səhlənkarlığı və onun umursamazlığı ilə baş verə bilər. Yəni seçimi edərkən də nəyisə kəsib qutarmağı, bu da umursamazlığından qaynaqlanır. Başqa insanların fikrini, başqa insanların duyğusunu fikirləşməyən bir insandır və bununla bağlı da onun deməli bu səhlənkarlığı buna səbəb ola bilər və həmçinin də bu insan deməli hansısa yolu planlaşdıra bilər, harasa getməyi planlaşdıra bilər və oradan o yaxşı şey umacağını düşünür, amma nəticəsində problemlər alacaq, yəni istədiyini almayacaq.